Sizinlə yenə mən nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova. Bu günləri sizlərlə bir izləyicimizin sualını bölüşmək istəyirəm. Doktor, başım çox ağrıyır. Hər bir müayinədən keçmişəm, hətta MRT müayinəsindən keçmişəm, lakin hər şey normal çıxır. Səbəb nədir? Bəlkə də problem başınızda deyil, boynunuzdadır. Boyun düzləşməsi, yəni boyun fəqərələrimizin təbii C formasının düzləşməsi son illərdə çox yayğın bir problemdir. Və buna da səbəb kompüter arxasında saatlarla oturmağımız, telefona baxarkən başımızı önə doğru əyməyimiz və hərəkətsizlik. Bu da başımızın boynumuza normadan daha çox ağırlıq etməyinə gətirib çıxardır. Nəticədə əzələlərimizin gərginliyinə, sinirlərə təzyiqə səbəb olur. Bu da hansı simptomlarla özünü büruzə verə bilər? Xroniki baş ağrısı, baş gicəllənmə, çiyində, kürəkdə, boyunda ağrılara gətirib çıxarda bilər. Ən maraqlısı da odur ki, çox vaxt bu miqren, gərginlik tip baş ağrısı və başqa nevroloji xəstəliklərlə səhv salınır. Halbuki diaqnozu çox asandır. Sadəcə rentgen və yaxud da ki, MRT kifayət edir. Müalicəsi isə bəzən sadəcə dərman müalicəsi yetmir. Bunun üçün fizioterapiya lazımdır. Yüngül boyun hərəkətləri, qamətimizin korreksiyası ehtiyac ola bilər. Və əgər siz də daimi baş ağrı və başınızı əlinizlə tutmağa ehtiyac duyurmuş kimi hiss edirsinizsə, boyunda, kürəkdə bu simptomları hiss edirsinizsə, bu bədəninizin sizə verdiyi sos siqnalıdır. Çünki bu sadəcə gərginlik tip baş ağrısı olmaya bilər, boyun düzləşməsi ola bilər. Bəzən beynimizin verdiyi siqnallar boynumuzun sustuğu yerdən gəlir və boynumuzun duruşu bəzən düşündüyümüzdən daha çox həyat keyfiyyətimizə təsir edir. Mövzu ilə bağlı suallarınızı şərhlər bölməsində verə bilərsiniz. Daha çox nevroloji xəstəliklərlə bağlı məlumat edinmək üçün kanalıma abunə ola bilərsiniz.